Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. En birinci Allah Teala'ya çoxlu şükürlər olsun. Bizə verdiyi bütün nemətlərinə görə. Və həmçinin Allah Teala qardaşın evinə, malına bərəkət versin. Və Allah Teala ölkəmizi əmin-aman içərisində etsin. Şükür Allaha. Allah Teala bizə böyük nemətlər verir. Və bilirsiniz ki, bugün artıq 14-cü orucumuzdur. Əda etdik. Elhamdülillah Allahın izni ilə. Allah Teala'ya da çoxlu şükürlər olsun ki, bizi sağ-salamat çatdırdı və bizə güc verdi. Elhamdülillah hər şey rahat gedir. Yeməyimiz var, şükür Allah, əmin-amanlığımız var. Allaha ibadəti yerinə yetiririk. Allah dövlətimizi də qorusun. Yəni keçiyimizi çəkirlər, rahat biz ibadətlərimizi edirik, rahat oruclarımızı açırıq. Elhamdülillah. Allah daha da çoxaltsın və sonra bu Ramazan ayında bilirsiniz ki, cənnətə girmək üçün fürsət ayıdır. Allah Teala'nın qatında ucalmaq üçün fürsət ayıdır. Və Allah Teala bizə bu nemət ayını veribdir. Və bu ayda bilirsiniz, cənnətin qapıları açılır. Yəni, əməl etmək rahatlaşır. Allah Teala rahatlıq verir. Şeytan zəncirlənir. Əsas insana vəsvəsə verən və insanı Allah Teala gözəl bir fitrətdə yaratır. Və insan övladı ondan sonra o fitrəti xarab edir, çirkləndirir. Ya, Resulullah sallallahu aleyhi ve sellem hədis şərifində buyurur, insan övladı doğulanda fitrət üzərində doğulur. Yəni, o fitrət nədir? Allah Teala ona yaxşı şeyləri, yəni, onun şuurunda yaxşı, gözəl şəkildə verir və başqa şeylər insanda da seçim verir. Fitrət deyəndə odur ki, Allah Teala onu gözəl şəkildə yaratır və ona, məsələn, insan doğulanda, fitrətində, yəni, onun yaxşı şeylər olur. Və sonra onu deyir valideynləri, ya xristiyan edirlər, ya yahudi edirlər, ya məcusi edirlər. Yəni, artıq müdaxilə olur onun fitrətinə. Və yaxud da ikinci nədir? Tərəf şeytandır. Şeytan onun fitrətinə daxil olur və onu neyir? Azdırır. Halbuki, hansı fitrətlə, hansı yola getməlidir? Allah Rəsulunun buyurduğu yola getməlidir. Yəni, Alhamdülillah, şuur verib, onları da göndərib və seçimi ona eləməlidir. Və ona görə də insan, yəni bu şeytan ona həmişə düşməndir. Bilirsiniz ki, Adəm əleyhissalam vaxtından, o vaxtdan yanan bu ədavət, biz onları görmürük, onlar bizi görürlər. Və insanın fitrətin çirkləndirən, kirləndirən, yəni bu amildir ki, şeytan insanı azdırır. Və cənnətə qazanmaq üçün ən asan yollarından birisi də, yəni çox asandır, belə baxanda. Amma ona güclü iman lazımdır, güc lazımdır, onu qoruyub saxlamaq üçün. Və Resulullah sallallahu aleyhi ve sellem buyurdu ki, mənə 6 şeyi zamanət verin, mən də sizə cənnəti zamanət verirəm. Və bilirsiniz ki, birincisi, Resulullah sallallahu aleyhi ve sellem heç vaxt havadan danışmır. Onun dedikləri hamısı Quran ayətləridir və hədislər də Allah Teala'nın ona öyrətdiyi, dediyi vəhiydir və onu insanlara çatdırır. Və bilirsiniz ki, 2 vəhiy adlanır, vəhiyyin. Yəni, Quranda, sünnədə vəhidir. Və Allah Teala buyurur ki, Quranı biz qiyamət kimi qoruyub saxlayacağıq. Deməli, sünnədə qorunub saxlanacaqdır. Və Resulullah sallallahu aleyhi ve sellem bunu da yəni, özündən demir. Bilirsiniz ki, və Allah Teala Quranda buyurur ki, La yantiqu anil hava in huve illa vahyun yuha. O deyir, havadan danışmır, yəni nəfsinə uyub, ağlına nə gəlib danışmır. Ona, yəni dedikləri hamısı ona vəhiy olunanlardır, yəni Allah tərəfindən. Və dedi, mənə 6 şey zəmanət verin, mən də sizə cənnəti zəmanət verirəm. Allahu Akbar. Bunu deyən Resulullah sallallahu aleyhi ve sellemdir. Mən 6 şeyi, nədir, zəmanət verin. Və zəmanət də əlbəttə ki, Allah tərəfindəndir. Yəni, adedək dediyimiz kimi, və bu, kim bunları eləyərsə, çox rahat, basit, yəni, xəfifdir, amma ki, onu eləyən lazımdır. Birincisi o nədir? Odur ki, Resulullah sallallahu aleyhi ve sellem buyurdu ki, mənə danışanda düzgün danışın, yalan danışmayın. Çünki yalan danışmaq nədir? İnsanı yalançılar sırasına salır. Çünki insan yalan danışdıqca artıq yalancı olur. Və ona görə də Resulullah sallallahu aleyhi ve sellem dedi ki,
mənə nədir? Yəni sadiq olun həmişə məsələn sözünüzdə düz danışın. Yəni belə baxanda asandır, danışma. Düz danışmaq öyle. Yəni kubik daşımaq deyil. Hər bir insana gücü çatar. Hətta xəstə, yerindən tərpənə bilməyən bir insan da bunu eləyə bilər. Danışanda düz danışsın. Zəif də, güclü də, qoca da, cavan da, qadın da, kişi də hamısını bunu eləyə bilər. Elə bir adam yoxdur ki, deyəsən, yox, bu ona eləyə bilməz. Təkdə o qələm götürülənlərdən başqa ki, onlar məsələn ya körpədirlər, ya məsələn və yaxud da başqa nədir, üzürlü səbəblər var ki, onlardan nədir, qələm götürülüb, o yaşda çatmıyor, ağlı yoxdur və s. Və nədir, bu hər bir adam eləyə bilər. Yəni, yalan danışmaq, yəni ən təhlükəli şeylərdən birisidir. Bütün yalan fitnələrin başında, əsasla dində. Çünki insan o qədər yalan danışır ki, dini də yalan sayır, cənnəti də yalan sayır. Elə bilir ki, kimsə ona danışırsa, Allahdan danışırsan, olar ki, hər şey elə xurafatdır. Xain, xoflu olan şeydir, nətər deyərlər. Və ona görə də nədir, yalan danışmaq olmaz. Ümumiyyətlə, yalan danışmaq böyük günahlardandır, haramdır. Və ona görə də Resulullah sallallahu aleyhi ve sellem buyurdu ki, birinci nədir, mənə neyin, yəni, zamanət verin ki, bunları eləməyəcəksiniz, yəni bunları eləməsən cənnətə gidəcəksin. Və sən onları çalışsan, xüsusən də bu ayda, tərbiyə ayında, məktəbdə, yəni Ramazan məktəbində bunları öyrən. Yəni, çox rahat bir şeydir. İkincisi, Resulullah sallallahu aleyhi ve sellem buyurdu ki, vədlərinizə nədir? Neyin? Xilaf çıxmayın. Yəni, heç vaxt vədə və xilaf çıxma. Vəd elədinsə, nədir? Onu qoruyub saxlamalısan. Hər bir halda. Hətta sənə çətin olsa belə də onu qoruyub saxlamalısan. Çünki nədir? Əhdi pozmaq olmaz. Və ona görə də, məsələn, görürsən ki, hətta məsələn, bir müsəlman, bir kafiri müsəlman ölkəsinə gəlməyə əhd bağlayıbsa, o əhdi heç kəs poza bilməz. Bir də müsəlman əhd bağlayıbsa, bütün müsəlmanlar o əhdi qoruyub saxlamalıdır. Allahu Akbar. Allahu Akbar. Yəni, bu cür müsəlmanlar bir olmalılar. Yəni, görün sözlərində nə qədərlər. Amma elə bilmə ki, bunlar hasaddır həm də. Çünki insan, çətinliyi bunda nədir? İnsan nəfsinə nədir? Ağır gəlir. İnsan nəfsin idarə eləyə bilsə, bunları eləmək çox rahatdır. Və nədir? Əhdinizi pozmayın. Yəni, kim bunları eləyərsə, və yaxud da yuxarıda dediyimiz kimi, Allahın Rəsulu dedi ki, mən də cənnəti ona nə edirəm? Zəmanət verirəm. Və həmçinin əmanəti yerinə yetirmək. Əmanətə xəyanət etməmək. Yəni, sənə bir nəfər bir şey, söz deyirsə, bir şey verirsə və onu qoruyub saxlamalısan. Əmanətə xəyanət etmək də, bunlar hamısı böyük günahlardandır. Əmanətə xəyanət etmək olmaz. Əmanətdir. Yəni, hər bir şey, bax, övladlar da sənə əmanətdir. Həyat yoldaşında sənə əmanətdir. Bunlar hamısı, görürsünüz, bunlar hamısı nədir? Bir-birinə bağlı məsələlərdir. Məsələn, sən soruşulacaqsan övladlarına görə qiyamət günü. Və həmçinin insanlar arasında olur, yəni bayaq dediyim söz və yəni bəzi şeylər əmanətlər olur, söz də əmanətdir və yaxud da məsələn başqa işlərdə, məsələn malda, ticarətdə, harda? Yəni əmanət olur ki, sən onu qoruyub saxlamalısan. Təsəvvür edin ki, adam borc alır, bir filan vaxtı verəcəm. Filan vaxtı verəcəm. Həm vəd verir, həm də əmanətə xəyanət eləmir. Və gəlir vaxt vədə bu el gedə bilmir həmin yerə. Çatdıra bilmir pulu. 100 dinar borc alır. Və gəlir dənizin qırağına, nəsə gəmi çıxmır, həmin yerə gedə bilmir, çata bilmir. Götürür taxtanı yonur, qoyur onun içinə, bağlayır, atır dənizə. Deyir ki, bunu təvəkkülə baxsan, təqvaya baxsan və söz verib sözü yerinə yetirməyə baxsan, əmanəti yerinə çatdırmağa baxsan. Və bu adam da gəlir, həmən o pulu verən, borc verən adam da gəlir ora ki, pulu gətirməli, görür, gəlmir. Gözləyir, gəlmir. Baxır, görür, nəsə bir suyun üzərində, dəniz qırağında bir şey var. Taxta var, taxta parçası. Nəsə bunun gözünü cəlb edir. Götürür, alır, sındırır, görür, içində 100 dinar pul var. Bu alır, pulu çıxır gedir. Bir müddətdən sonra həmin adam gəlir, 100 dinarı yenə alıb gətirir. Yenə təsəvvür edin. Yenə də vədinə xilaf çıxmır, gəlir və yenə də nə edir? 100 dinarı gətirir.
Və nədir? Deyir ki, bəs belə oldu, gələ bilmədim, üzürlü səbəb oldu, gələ bilmədim, pulumu gətirmişəm. Bəs deyir, belə oldu. Deyir, bəs mən də getmişdim, gəlmişdim, görmədim, taxtanı, deyir, mən atmışdım onu. Subhanallah. Allah Teala gör, nə qədər bunlarda iman, nə qədər dürüstlük var ki, hər şeyi eləyən Allahdır. Allah hər şeyi yerinə yetirir. Bu adam da qayıtıb 100 dinarı ondan almadı. Yəni, deyir, çatıbdır. Almışam. O da deyir, o heç, taxtdan gəldi o heç. Yəni, bunu da ver mənə. Yəni, hamısı görün nə qədər sadiq, nə qədər düzgün bizdən əvvəlki ümmətlərdə olub. Ona görə də görün ki, biz müsəlmanlar hansı sifətlərlə sifətlənməliyik ki, hansı əxlaqla əxlaqlanmalıyıq ki, doğru dürüst olmalıyıq ki, biz o dərəcəyə çataq. Və həmçinin dedi ki, yəni öz öyrətinizi, yəni zinadan qoruyun, haramdan qoruyun. Xüsusən də cavanlara aiddir. Qadınlar, kişilər, hər fərqi yoxdur. Bəzən olur ki, yox, qadınlara olmaz yəni, zina eləmək, amma kişilərə olar. Yox, haram hamıya haramdır. Bu məsələdə hamısı cəza da eynidir və günah da eynidir. Və nədir? Kim bunu qoruyub saxlayarsa, nədir? Bu da böyük günahlardandır. Və fikir verin, bu həm də ki, cəmiyyətin islah olması üçündür. Hər kəs öz nəfsi ilə çalışsa, nə ailələr dağılar, nə məsələn pozğunluq yayırlar, nə xəstəliklər yayırlar, nə kontrolla idarə eləmək, ailə uşağı, məsələn, oğlanı qızı çətinləşməz. Yəni, bu, Rasulullah sallallahu əleyhi və səlləm nədir? Kim bunu zəmanət verərsə, mən də ona cənnəti zəmanət verirəm. Və həmçinin, deməli, gözünü haramdan qorumaq. Və Allah Teala Quranda da buyurdu ki, qadınlara da deyək, kişilərə də, hər ikisinə də. Dedi ki, kişilərə də ki, gözlərini haramdan qorusunlar. Gözlərini haramdan qorusunlar. Və həmçinin sonraki ayda dedi ki, qadınları da gözlərini haramdan qorusunlar. Yəni, haram cəmaatın halalına baxa bilməzsən. Yəni, sənə aid olmayan şeyə baxa bilməzsən. İstəyir qadın, istəyir kişi. Yəni, gözləri də qorumalısan. Və sələflərdən soruşanda ki, o nədir? Deyirsən, deyir, əgər onun sənin qəlbində yoxdursa, yəni, baxsan da, görsən də, sənin üçün sayılmaz. Amma qəlbində varsa xəstəlik, sən o görməsən də axtaracaqsan. Ona görə birinci qəlbi islah eləmək lazımdır bu məsələlərdə. Yəni, asan məsələdir. Fikir verin, heç birində çətinlik yoxdur. Heç birində. Sadəcə kim bunları eləyə bilər? Öz nəfsinə hakim kəsilən, öz nəfsini idarə eləyən insan, Allahdan qorxan və cənnəti qazanmaq istəyən insan. Ona görə də hər birimiz çalışmalıyıq ki, bu məsələləri, bu asanları eləyib cənnəti qazanar. Allah Rəsulü bizə öyrətdi. Yəni, fikir verin, həm bu bir dünyamız üçün xeyirlidir, həm də ahirətimiz üçün. Həm bu dünyamız üçün, həm də ahirətimiz üçün. Yəni, dediyim kimi, bu sadaladığım bu şeylər, hədis-i şərifdə gələn, bunlar həm də bu dünyada lazımdır. Yəni, bu dünyada da insanlara arasında fayda yar, xeyir var. Və sonuncu deyir ki, insanlara əlindən əziyyət dəyməsin, əziyyət vermə, səndən rahat olsunlar. Yəni, bu da asan məsələdir. Oğurluq etmə, haqlarına girmə, vurma, məsələn. Yəni, əlinlə də ən gözəl müsəlman odur ki, dilindən və əlindən müsəlmanlara zərər vermir. Və bunların hamısı nədir? Sənin üçün faydalıdır. Yəni, buna zəmanət ver, rahatdır. Heç kəsə oğurluq eləmə, haqqına girmə, kimisə haqqını alma, əlinə eləyirsən hər şeyi. Və ona görə də özünü qoruyub saxlamalısan. Və bunlar nədir? Sənin üçün fayda verir. Və həmçinin sən bunu niyyət eləsən ki, mən bunları eləməyəcəm. Eləməsən, Allahdan istəsən, Allah da səni müvəffəq edəcək. Allah da sənə kömək edəcək. Və bu 6 məsələni sən eləsən, zəmanət versən və sənə də cənnət zəmanəti vardır. Və ona görə də hər birimiz çalışmalıyıq ki, yəni fikir verilirsə, çox rahat, az, qısa, hər bir insanın gücü çatan bir şeydir. Və ona görə də hər birimiz çalışmalıyıq ki, bunu yerinə yetirək, Allahın razılığını qazanaq və xüsusən də bu mübarək ayda, Ramazan ayında, bu xeyirli ayda öz nəfsimizi, əsas nəfsdir. Gördüm, burada heç bir çətin bir şey yoxdur. Nə pul qoymaq, nə pul yatırmaq lazımdır işi qurmaq üçün və yaxud da ağır bir işə girmək, yük altına girmək yoxdur elə bir şey. Sadəcə insan oturduğu yerdə niyyət eləyib və bunlardan nədir? Uzaq dursun.
hər bir insana nədir? Xeyir gətirər. Bu dünyamız üçün xeyirli olar. Yəni İslam buna dəvət edir. İslam bu cür şeylərə dəvət edir bizi. Bu gözəl İslamımızı, dinimizi, görün bu xurafat əhli, bidət əhli, nə cür zəlalət əhli, nə cür çirkin göstərir. Nə tər çirkin göstərir. Hansı ki, bu əməlləri hamısını eləyirlər. Halbuki bu əməlləri hamısını eləyirlər. Yəni, müsəlmanları pis göstərirlər. Müsəlmanları gözdən salırlar, dinimizi gözdən salırlar. Yəni, bu İslam dini budur. Gözəl əxlaq, gözəl əməl. Bunlar hamısı nədir? İslamın gözəlliyidir ki, insana keçir. Yəni, əməl etməklə. Ona görə biz də inşallah bu ayda çalışaq ki, niyyət eləyək ki, biz də buna zəmanət verək ki, inşallah cənnətə girmək də rahatdır inşallah. Yəni, zəmanət verimizə Allah heç vaxt İnnəlləhə lə yuxliful miad. Allah Teala nədir? Vədinə heç vaxt xilaf çıxmır, müxalif olmur. Allah vəd veribsə, Rasulullah sallallahu aleyhi ve sellem deyibsə, Allah deyibdir. Deyin ki, deyir, nədir? Nəyi haram edibsə, halal edibsə, Allah və Rasul da edibsə, deməli, Allah subhanahu ta'ala eləyibdir. Və ona görə də istəyirəm ki, bizi Allah Teala qəlblərimizi təmizləsin. Allah Teala bizi doğru yola yönətsin, hidayət versin. Allah xalqımıza, qohum əqrəbəmizə, cəmaatımıza hidayət versin. Doğru yola yönətsin. Bu cənnət yoluna çıxartsın hamısın. Allah Teala bütün müsəlmanlara kömək olsun. Allah Teala sıxıntıda olan müsəlmanlara yardım etsin. Xəstələrimizə şəfa versin. Allah Teala sıxıntıda olan müsəlmanları tez bir zamanda sıxıntıdan qutarsın. Allah Teala ölkəmizi xeyir içərisində etsin, əmin-aman içərisində etsin. Allah düşmənlərimizi məhv eləsin. Qarşımızdan bir şey diz çöktürsün. Allah Teala ölkə başımızı qorusun, ona sağlamlıq versin, güc versin, qüvvət versin. Bütün işlərini həmsə uğurlu etsin və həmişə qalibiyyət versin ona və ona sağlamlıq versin, onu haqq üzərində sabit etsin, haqla ucatsın, haqqın carçısı etsin. Və Allah Teala əskərlərimizi qorusun. Onları soyuqda, yağışda onlar çəkirlər, ölkəmizi qoruyurlar, bizi qoruyurlar. Allah subhanahu ta'ala onları qorusun. Və həmçinin biz rahat yatan vaxtı, istirahət edən vaxtı ölkəmizin gecə-gündüz əmin-amanlığını qoruyan övladlarımıza Allah qorusun. Allah onları xeyir içərisində etsin. Allah Teala bizi xəstəliklərdən qorusun. Allah Teala bizi bəlalardan qorusun. Allah Teala torpağımıza, bağımıza, bostanımıza bərəkət versin, xeyir versin. Və Allah Teala suyumuzu xeyirli etsin, bol etsin, bərəkətli etsin, bizə ziyan verəndən olmasın. Və Allah Teala həmişə bizə xeyir qapıları açsın. Bir daha Allah Teala qardaşın evinə, malına bərəkət versin və həmişə xeyir üzərində olsun. Allah razı olsun. Subhanakallahumma bihamdik, nəşhədən la ilahə illə əntə nəstəğfiruka və nətubu ileyk.